Niyə istəmirdilər Həzrət Əli olsun? Axı o təzyiqlər ki var idi Peyğəmbərə, Quran deyir, biz səni qorumasaydıq, sən də meyl eləyərdin. O yerdə yalnız və yalnız məsum insan ola bilər. O təzyiqlər qabağında duruş gətirir. Odur Əli əleyhissalam Nəhcül Bəlağədə Şiqqiyə xutbəsində deyir: "Və innehu la ya'lamu enne mahalli minha mahallul qutb minər-raha." O birincisi bilir ki, İslamdakı mənim rolum dəyirman daşının oxuna bənzəyir. Dəyirman daşının oxu olmasa, o daş nə qədər sürətli fırlansa, o qədər məcrasından tez çıxar. O ox olmalıdır ki, o dəyirman daşı məcrasından çıxmaya. İmam Əli əleyhissalam bunu demək istəyir ki, bu ümmətin o dəyirman daşının oxu imamətdir. İmamət olmasa ümmət öz məcrasından çıxar. Onlar da bilirdi, düşmən də bunu bilirdi. O da deyir, bilir.